Salam dostlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 4-cü sinif Azərbaycan dil dəftərindən səhifə 27 və 28 olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmaq və like atmağı unutmayın. Gəlin başlayaq. 3 tapşırığında deyir ki, verilmiş bayatını oxuq. Xüsusiyyətlərini boş sətirlərdə yaz. Arazı ayırdılar, lil ilə doyurdular. Mən səndən ayrılmazdım, zülm ilə ayırdılar. 1. Misraların sayı 4. Hər misrada hecaların sayı 7. 3. Qafiyələnən sözlər ayırdılar, doyurdular, yenə də ayırdılar. 4. Əks etdirdiyi hadisə 1828-ci ildə Azərbaycanın iki hissəyə parçalanması və Araz sayı boyunca məftillər çəkildi. İnsanlar bir-birinə həsrət qaldı. B. Qafiyəli sözlərdən istifadə etməklə bayatıları tamamla. Gül üstündə yaş olum, ellərə sirdaş olum, qürbətdə şah olunca vətənimdə daş olum. Qəribəm, vətənim yox, bu yoldan ötənim yox, düşdüm dərin dəryaya, əlimdən tutanım yox. C. Bayatıları oxu, fərqləndirilmiş sözlərin işləndiyi misraları aşağıda verilmiş uyğun izahların qarşısında yaz. 1. Tarlaya, bostana su axıtmaq üçün açılan yol. Su axsın, arxa gəlsin. 2. Dost, yoldaş, sirdaş. Köməyə arxa gəlsin. 3. Uzunsov yaxın girdə şəkilli, şirin və ətirli bostan meyvəsi yemiş. Bostançı qovun dərdi. 4. Çıxıb getməyə məcbur etmək, üstümdən qovun dərdi. Keçək səhifə 27-yə. Keçdik səhifə 28-ə. 4 tapşırığında deyir ki, sifətlərin qarşısında dərəcəsini qeyd et. Sifət ən zəif, çoxaltma dərəcəsi, qalın, adi dərəcə, açıq boz, azaltma dərəcə, daha ağır çoxaltma dərəcə. Sifət qapqara çoxaltma, sarımtıl azaltma, lap uca çoxaltma, düzgün adi dərəcədir. B. Sözlərdə uyğun samitlər əlavə et və çoxaltma dərəcəsində olan sifətlər düzəlt. Şipşirin, tərtəmiz, gömgöy, qıpqırmızı, yamyaşıl. C. 4-dən biri dərəcəsinə görə fərqlidir. A. Qısa, B. Tumturş, C. Ən ağıllı, C. Tündgöy. A. İkincidə də A, üçüncüdə C, dördüncüdə C. C. Sifətləri uyğun sütunda düzgün yaz. Bitişik yazılır qupquru, dümağ, defslə yazılır tünc sarı, açıq çəhrayı, ayrı yazılır daha ətirli, ən işıqlı. D. Sifətləri çoxaltma dərəcəsində işlədib cümlələri tamamla. 1. Köynəyim əvvəl dümağ idi, indi üstünə ləkələr düşüb. 2. Dənizin dibi görünürdü, suyu dupduru idi. C. Üzünün mimikasını hiss etdim ki, alça tupturş idi. 4. Həyətimizdəki qarı üzüm bal kimi şipşirin idi. Belə dostlar, bugün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizdə oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmayı və kanalıma abunə olmağı unutmayın. Hələlik.